insanlar bilməməzlikdən əlavə qəbul etmək istəməmək kimi bir psixoloji maneə ilə də rastlaşırıq. Bu xəstələrdə gecikməyə ən çox səbəb olan hal budur. Yəni, insan bilir, fərqinə varır, amma qəbul etmək istəmir ki, məndə xərçəng olmaz, mənim nəslimdə yoxdur, heç kim genetik meylim yoxdur, özünə bunu əminliklə deyir və gecikmələrin bir səbəbi də insanların xəstəliyi qəbul etmək istəməmə duyğusudur. İndi sanki, baxın, sosial şəbəkə var, illər öncəsində var idi, indi də var idi, amma hal-hazırda sanki süni intellekt proqramları insanları, ələxsiz xanımları daha da fərqli istiqamətdə formalaşdırır. Yəni, sanki süni intellekt proqramları əslində hər zaman sonda deyir, yenə də həkiminizlə məsləhətləşin, həkiminizlə birbaşa maraqlanın, həkiminizin qəbuluna gedin, amma insanlar bəzən süd vəzlərinin şəklini atıb da ChatGPT ilə məsləhətləşənlər də günümüzdə az deyil. Bu cür hallar rast gəlinirmi sizin təcrübənizdən? Doğrudur və təəssüf ki, gecikmələrin bir səbəbi də, bax, bu məhz ChatGPT olsun, başqa bir hər hansı bir sosial platform olsun, şəkillə heç bir xəstə müayinə olunmur, şəkillə diaqnoz qoyulmur. İnsanlar bunun fərqinə varmalıdır. Elementar bir misal deyim, hər hansı bir özünə hörmət edən saç ustasına saçınızın şəklini atsaz ki, mənim saçımı bu rəngə çevirə bilərsinizmi? Xanım ən azından deyəcək ki, gəlin bir strukturuna baxım, əlimlə toxunum, hiss edim. Yəni, biz saçımıza belə bu qayğı ilə yanaşıb, bu cür dəqiq yanaşma tələb edən peşəkarlara özümüzə etibar ediriksə, süd vəzimizdən və ya hər hansı bir başqa orqanımızdan bəzən bu yanlış panikalara da səbəb olur. Həqiqətən allergik reaksiya, həqiqətən dəri xəstəliyi olan bir sıra xanımlar da görüntünü paylaşdığı zaman bu səndə xərçəngdir kimi çox yanlış bir cavab da ala bilər. Həmişə xərçəngin gecikməyi deyil də, xərçəng olmayan halın da yanlışlıqla xərçəngdir deyə sosial şəbəkədə hər hansı bir şəkilin müzakirəsi ilə cavabı çıxırsa və yaxud süni intellekt ona xərçəng deyirsə, bu da xanımı gərəksiz bir stresə salır, gərəksiz bir fobiya olur. Dəfələrlə